Salam, hər vaxt xeyir olsun, dəyərli izləyicilər. 18 yanvar 2026-cı il tarixində Vur kurslarında buraxılış imtahanı 3 keçirilmişdir. 9-cu siniflər üçün olan imtahanın riyaziyyat suallarını izah edəcəm. Başlayaq suallara. 31-ci sualda deyir ki, kəsrlərdən hansı sonlu onluq kəsirdir? Demək, kəsirin sonlu onluq kəsir olması üçün əvvəlcə ixtisar olmayan kəsir olmalıdır, həmin kəsir. İxtisar olmayan kəsirin məxrəcinin vurğularında 2 və 5-lər və yaxud da ki, yalnız 2-lər, yalnız 5-lər olarsa, bu sonlu onluq kəsir olar. Digər vurğulardan hər hansı biri bir dənə də olsa belə, bu artıq dövrü onluq kəsir olacaq. Demək, 48-i baxırıq, birinci görək bu ixtisar olunur ya yox. Baxıram ki, heç birisi ixtisar olunmur. Demək, məxrəcin vurğularına baxmağımız kifayət eləyir. Hər birinin məxrəcin vurğularını ayırmaq lazımdır. Əgər görə bilsəz, ayırmadan da tapa bilərsiniz. Məsələn, 48 3-ə bölünür, yəni 3 vurğu var bunun içərisində. Demək, dövrüdür. 56 7 vurğu var deyə dövrüdür. 68-də 17 vurğu var deyə dövrüdür. 72-də 3 vurğu var deyə dövrüdür. Demək, 80-in vurğularını ayırmağımız kifayət edir. 82-yə böləndə 40, 2-yə böləndə 20, 2-yə böləndə 10, 2-yə böləndə 5, 5-ə 1. Görünür ki, bunun vurğularının hamısı 2 və 5-lərdən ibarətdir. Demək, doğru cavab D variantı olacaq. Növbəti 32-ci sualda deyir ki, sahəsi 80 kvadrat santimetr, hündürlüyü 16 santimetr olan rombun perimetrini tapın. Rombun sahə düsturu S bərabərdir A vurulsun H-dır. 80 bərabərdir 16 vurulsun A. A-nı buradan 5 taparıq. Rombun perimetri 4A-ya bərabərdir. 4 vurulsun 5. O da 20 verəcək. Yəni perimetr 20 santimetr olacaq A variantı. 200 ədədi 1, 2, 7 nisbətində 300-yə ayrılmışdır. Ən böyük hissənin 4-cüsünü tapın. 1, 2, 7 nisbətində ayrılıbsa, yəni 1K üstəgəl 2K üstəgəl 7K ümumilikdə 200 ədədinə bərabər olacaq. 10K bərabərdir 200. Buradan K-nın 20 olduğunu alırıq. Böyük hissəni soruşduğuna görə 7 vurulsun 20. Doğru cavab 140 olacaq, yəni B variantı. 34-cü sual deyir, ulduzun əvəzinə hansı rəqəm olmalıdır ki, ədədi 9-a qalxız bölünsün? 9-a bölünmə əlaməti bilirik ki, rəqəmlərin cəmidir. 5, 7, 12, 20, 24. İndi 24-ün üstünə hansı rəqəmi? Rəqəmlər də bilirik ki, 0-dan 9-a qədərdir. 0-dan 9-a qədər rəqəmlərdən hansının 24-ün üstünə gəlsək 9-a qalxız bölünər? O da məlum məsələdir ki, 3-ü gəlsək bölünəcək. Doğru cavab C variantı olacaq. Növbəti 35-ci sual. Deyir, ABC üçbucağında AC DC-yə bərabərdir. AC DC. Şəkildən görünür. ACB 50 dərəcədir. ACB 50 şəkildə var. BAD 35 dərəcə o da var. Və B bucağının dərəcə ölçüsünü istəyir bizdən. Demək, uşaqlar, bu bərabər yanlı olduğuna görə, bundan bərabər olduğuna görə 180-dən 50 çıxaram. Bu bucağla bunun bərabərliyini deyərik. 180-dən 50 çıxanda 130, 132 yer bölündə 65, 65. 65-in qonşu bucağı 115 dərəcədir. 115 üstəgəl 35. 115-in üstünə 35 gələndə eləyəcək 150. Onda B bucağına qalacaq 30 dərəcə. Doğru cavab B variantı eləyəcək. Və yaxud da ki, 65 soldakı üst bucağın xarici bucağıdır. Ona qonşu olmayan 2 daxili bucağın cəminə bərabərdir. Yəni A ilə B-nin cəminə bərabərdir 65. Yenə də 30 dərəcə verəcək. Növbəti sual deyir ki, ədədinin kəsr hissəsini tapın. Ədədin kəsr hissəsini tapmaq üçün ədəddən onun tam hissəsini çıxmaq lazımdır. Köşk 17 4 tam nə qədərdir? 1 çıxanda 3 tam nə qədər? Demək, bu ədədin tam hissəsi 3-dür. Köşk 17 çıxılsın 3, çıxılsın 1, çıxılsın 3 olacaq kəsr hissə. Yəni köşk 17 çıxılsın 4 olacaq. Doğru cavab. Köşk 17 çıxılsın 4, doğru cavab D variantı olacaq. Və yaxud da ki, uşaqlar, ədədin kəsr hissəsini tapmaq üçün, yəni tam ədədi buradan ata bilərsiniz. Qalır köşk 17. Köşk 17-dən çıxırsınız, yəni kiçik olan tam ədədir. Köşk çıxan tam ədədir. 16, 16-dan 4 çıxır. Bu qaydayla tapa bilərsiniz. Köşk 17 çıxılsın 4. D variantı. 37. Oturacaqları 9 cm və 17 cm hündürlüyü isə 5 olan trapesiyanın sahəsini S bərabərdir. Trapesiyanın sahə düsturu A plus B, yəni 9 üstəgəl 17 böl 2 vur H. 9 üstəgəl 17 26 eləyəcək, böl 2 vur 5. Bu da 13 vur 5. 13-ü də 5-ə vuranda 65 doğru cavab olacaq Y variantı. 38-ci sual deyir, ifadəsinin qiymətini hesablayın. Bunu sadə vurğulara ayırsaq, bu üstü 9-dur. 9 3-ün kvadratıdır, üstü 8. 27 3-ün kubudur, onun üstü 8. Bu da bərabərdir. 3 üstü 9 vurulsun 3 üstü 16. Bu da 3 üstü 24. Vurmada qüvvətlər toplandığına görə 3 üstü 25 eləyəcək. Bu da 3 üstü 24.
324 ilə 325-in 24 dənəsi gedəcək, bir dənə 3 qalacaq. Yəni doğru cavab Y variantı olacaq. 39-cu sual. Deyir, A çoxluğu 72 ədədinin bölənləri çoxluğu olarsa aşağıdakı münasibətlərdən hansı doğrudur? 11 daxildir A-ya, 72-nin bölənlərində 11 olmadığına görə doğru deyil. 15 daxil deyil A-ya, həqiqətən də 15 72-nin bölənləri çoxluğuna daxil deyil deyə doğrudur. Demək B variantı. 24 daxil deyil A-ya, bu yanlışdır. Çünki daxil 24 aya daxildir. Bizdən doğrunu soruşur da bu. 24 yəni daxildir verməli idi. 10 daxildir aya, bu yanlışdır. Çünki 10 72-nin bölənləri içərisində yoxdur. 18 daxil deyil aya, əslində 18 72-nin bölənlərinə daxildir deyə daxil deyil verməyə doğru deyil. Demək doğru cavab B variantı olacaq. Növbəti 40-cı sual deyir, tənkilər sistemindən Y-i tapın. Burada diqqət eləsək 5x, y istədiyinə görə mən 5x-in yerinə y yazacağam. Bu olacaq y üstə gəlir 3y bərabərdir 40. 4y bərabərdir 40. Buradan y-in 10 olduğunu alarıq. Demək doğru cavab A variantı olacaq. 41-ci sual deyir, ifadəsini sadələşdirin. Bölmə olduğuna görə birincisi kəsiri olduğu kimi saxlayacağıq. Vuracağıq ikinci kəsirin tərsinə. 2a kvadrat bölünsün. 5a plus 10-dan da 5-i mütərizə xaricində çıxarsaq a plus 2 qalacaq. A kvadratlar gedəcək. 5 ilə 15 gedəcək. 3 dəfə qalacaq. 3-ü 2-yə vuranda 6 bölünsün A plus 2. Demək doğru cavab D variantı olacaq. P parametrinin hansı qiymətində bu tənliklərin kökləri qarşılıqlı tərs ədəd. Qarşılıqlı tərs ədədlər olması üçün hasil 1 olmalıdır. Bu da çevrilmiş kvadrat tənliyi olduğuna görə hasil 3P minus 5-ə bərabərdir. Yəni 3P minus 5-i 1-ə bərabər edəcək. 3P bərabərdir 6. P olacaq 2. Demək P 2 imiş. P-ni soruşurdu A variantı. Kəsinin məxrəcini irrasionallıqdan azad edin. Bunun məxrəcini irrasionallıqdan azad etmək üçün kökdə 5-in qoşması ilə özünə vuracaq. Yəni kökdə 5-in özünə vuracaq ki, məxrəc kökdən çıxsın. Bu edəcək 3 vurulsun 5, surətdə də 5 kökdə 5. 5-lər gedəcək, qalacaq kökdə 5 bölünsün 3. Yəni doğru cavab D variantı olacaq. Növbəti 44-cü sual. Nihat bir işi 4 saata görür. Rəsul ilə birlikdə isə 3 saata görür. Rəsul bu işi təklikdə neçə saata görür? Demək, Nihat bir işi 4 saata. Bir də Rəsul. 4 saata. Rəsul ilə birlikdə isə 3 saata görür. Onda Rəsulun gördüyü, neçə günə gördüyünü x yazıram. Neçə saata daha doğrusu. Bilirik ki, iş məsələlərində tərs qiymətlər toplanır. Yəni 4-də 1, x-də 1 bərabər olacaq 3-də 1. 1 bölünsün x bərabərdir 3-də 1 çıxılsın 4-də 1. 1 bölünsün x bərabər 12-də 1, x bərabər olacaq 12. Demək, Rəsul işi 12 saata görərmiş. Deyir, tənliyini həll edin. Mötərizəni açacağıq. Buradan mötərizənin qarşısında müsbət işarə olanda olduğu kimi açılır deyə biz bunu olduğu kimi açacağıq. 10 minus 3 üstə gəl 8 plus 5x bərabərdir 24. 2x bərabərdir 24 çıxılsın 18. 2x bərabərdir 6. Buradan x-in 3 olduğunu alacağıq. Demək, doğru cavab 3 Y variantı olacaq. 46. Deyir, ML parçası 6 bərabər hissəyə bölünmüşdür. Yəni, hər birini x qəbul edirəm. Deyir, MP-nin N elə nisbəti. N elə nisbəti. NL məlum məsələ 2x-dir. MP də 4x-dir. MP 4x-in 2x-a nisbəti. Bu da 2 eləyəcək. Doğru cavab 2. 47 ifadəsinin qiymətini tapın. Tək dərəcədən olanda kökün dərəcəsi ilə qüvvət eyni olarsa, tək olarsa olduğu kimi çıxacaq. Cüt dərəcə olarsa modulda çıxacaq. Modda mənfi 7. Yenə cüt dərəcə olduğuna görə modulda mənfi 3. Mənfi 5. Moduldan da bilirik ki, müsbət çıxır. Ona görə də olduğu müsbət olaraq çıxaracaq. Mənfi 5 üstə gəl 7, 2 üstə gəl 3. Doğru cavab 5 verəcək. Növbəti 48-ci suala diqqət edirik. İki tərəfi 4 və 7 olan üçbucağın perimetrinin ala biləcəyi ən kiçik tam qiymət tapın. Üçbucağın iki tərəfi 4, 7 isə perimetrin ala biləcəyi ən kiçik bizdən istəyirsə, demək üçüncü tərəfin ən kiçik qiyməti lazımdır. Bu üçüncü tərəf bilirik ki, kökləri tərəflər fərqindən böyük, cəmindən kiçik olmalıdır. 7-dən 4 çıxanda 3, 7-nin üstə 4 yəni 11. Yəni 3 ilə 11 arasında olmalıdır. 3 ola bilməz, ən kiçik olaraq 4 ola bilir. Onda perimetrdə ən kiçik 4 üstə gəl, 4 üstə gəl 7. Yəni perimetr 15 olacaq. Doğru cavab. 49. Ayanın 8, Cəmilənin 21 yaşı var. Neçə ildən sonra Cəmilə Ayandan 2 dəfə böyük olacaq. Demək, Ayan, Cəmilə. Bu indiki yaşları. X, daha doğrusu 8, bir də Cəmilənin 21. X il sonra
X il sonra Ayan 8 plus X yaşda olacaq. Cəmli isə 21 plus X yaşda olacaq. Deyir, cəmli Ayandan 2 dəfə böyük olacaq. Yəni cəmlənin yaşı 2 vurulsun Ayanın yaşına bərabər olacaq. Onda 16 plus 2X bərabərdir 21 plus X. Bunda X bərabərdir 21-dən 16 çıxanda 5. Demək cavab 5 il sonra. Həqiqətən də 5 il sonra cəmlə 26 yaş olacaq. Ayan isə 13 yaş olacaq. 50-ci sual. A kvadrat B kvadrat 11 şərtini ödəyən A və B natural ədədlərinin hansını tapın? Məlum məsələdir. Bunu bir fərq bizəm kimi yazsaq. Natural ədədlərin cəmi naturaldır. Fərq də natural olmalıdır ki, nəticə natural olsun. Buradan indi çünki 11-ə bərabərdir axı. Demək 11-dir. İndi 11 hansı 2 dənə natural ədədin hasildir? 1 ilə 11. Məlum məsələ natural ədədlərin fərqi daha kiçik eləyəcək. Eyni natural ədəddən söhbət gedir. Cəmi daha böyük eləyəcək. Tərəf-tərəfə toplasam 2A bərabərdir 12-yə. Çünki belə gedəcək. A 6, B 5 olacaq. İndi bizdən soruşur ki, hasilini tapın. 5 vur 6, 30 olacaq. 51. Perimetri 20 kökdə 2 olan kvadratın diagonalını tapın. Kvadratın perimetri 4A'ya bərabərdir. 4A bərabərdir 20 kökdə 2. A olacaq 5 kökdə 2. Kvadratın diagonalda A kökdə 2 üstündən tapıldığına görə 5 kökdə 2 vurur kökdə 2 o da eləyəcək 10. Kökdə 2-ni kökdə 2-yə vuranda 2 elədi. 2-ni də 5-ə vurdum 10. Növbəti 52-ci sual. Bunlar ətraflı yazı tələb edən suallardır. Tənin kökləri x1 və x2 olarsa ifadəsinin qiymətini tapın. Əvvəlcə burada düzdür. Köklərini tapa da bilərsiniz. Məsələn bu misal üçün köklər rahat tapılır. Hasil 12 cəm 7. x1 biri 3, biri 4'dür. Amma məsələn ola bilər ki, köklər irrasional olsun, tapmaqda çətinlik çəksəz, gərək bunu ortaq məxrəcə gətirəsiniz, müxtəsər məhsulu tətbiq edəsiniz. Mən 3-4'ü yazmıram. Burada digər hal üçün həll edirəm bunu. x1, x2 yazsaq, bu olacaq. Buna düşəcək x1 dəfə. Yəni olacaq x1'in kvadratı, x2'in kvadratı. Bu cür yazandan sonra bu olacaq x1 üstəgəlsin x2'nin kvadratı çıx. 2x1, x2 müxtəsər məhsulunu tətbiq eləsək, x1, x2. Bu halda şu olur. Yəni burada düzdür, tapılır, yenə deyirəm. Amma bu ümumi halda da digər misallarda bunu tətbiq edə bilərsiniz. Burada köklər cəmi 7-dir. 7-nin kvadratı 49 çıxılsın. Hasil də 12-dir. 2, 12'nin 24. Bölünsün 12. 49'dan 24 çıxanda 25 eləyəcək. 25 bölünsün 12. Yəni 2,12'də 1. 2,12'də 1 doğru cavab olacaq. Növbəti 53-cü sual. Deyir, perimetri 40 cm olan düzbucağının tərəflərindən biri digərindən 3 dəfə böyükdür. Düzbucağının tərəflərindən biri digərindən 3 dəfə böyükdür. X 3x. Perimetrdə 2 vurulsun A plus B-dir. Yəni x üstəgəl 3x. Bunu bizə 40 verib. 2 vurulsun 4x bərabərdir 40-a. X bərabərdir 5. X 5 olandan sonra böyük tərəfini istəyir. 3 5'in 15 olacaq. Doğru cavab. 15. Sonra 54-cü sual. 2 müsbət ədəddən biri digərindən 4 dəfə böyükdür. Bir digərindən 4 dəfə böyüksə x 4x. Bu ədədlərin hasili 64'ə bərabərdir. 4x kvadrat bərabərdir 64. X kvadratı 16, x bərabər olacaq 4'ə. Böyük ədəd istəyir. 4 vur 4, o da eləyəcək 16. Doğru cavab 16. 55-ci sual. Deyir, ABCD trapesiyasının sahəsini tapın. Buradan trapesiyanın sahəsini tapmaq üçün oturacaqlar cəmi ilə hündürlüyün, cəminin yarısı vurulsun hündürlüyü olduğuna görə oturacaqlar var. Bizə bir də hündürlük lazımdır. Bu da hündürlük tapmaq üçün 30 dərəcə bucaq qarşısına katet hipotenuzun yarısına bərabər, yəni 7 olacaq. S bərabərdir 20 üstəgəlsin 8 bölü 2 vur h. H da 7'dir. S bərabər 28 2 yerə bölündə 14 vur 7. S olacaq 98. Yəni doğru cavab 98 olacaq. Belə dəyərli şagirdlər, dəyərli izləyicilər, bununla da videomuz sona yetdi. Sağ olun, növbəti videoda görüşənədək.